Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün son dəyişikliklərə uyğun olaraq, son proqrama uyğun olaraq ümumi sınaq 3 ilə qarşınızdayıq, 20 suallıq. Qeyd edeyim ki, bu sınavımızdakı suallar MİQ qəbul sualları olmaqla yanaşı, eyni zamanda bugün hədəf liseyində MİQ imtahanı keçirilmişdi, müəllimlərin işə qəbulu. Həmin imtahanda düşən suallardır. Müdavimlərimizdən atanlar var idi sualları. Dedim elə ümumi izaha verirəm. Həm MİQ və sertifikasiya hazırlaşan müəllimlər üçün faydalıdır, həm də bugünkü imtahanda iştirak edən müəllimlər üçün. Baxaq, birinci sualımız, bu sualımız MİQ 2025-in qəbul sualıdır. 2də 1 hissəsi su ilə, burada dolu olan yazıb, su ilə aydın məsələdir ki, dolu olan qabağa tili 6 cm olan kub formalı vedrə ilə 3 dəfə su tökdülər. Su tökdükdən sonra qabın 0,7 hissəsi doldu. Vedrənin həcmi qabın həcmindən neçə kub santimetr azdır? Fikir veririk nəyə? Vedrənin həcmini verib bizə kub formasındadır. Buna kub formasında qab da deyə bilərik. Belə bir kub formasında nədir? Vedrədir. Və bu fəza fiqurlarına aiddir. Fəza fiqurlarda proqrama son artırılan mövzulardandır. Bunun tili 6 santimetrdirsə, dəyərli müəllimlər, həcmi 6 vur 6 vur 6 bərabərdir 216 kub santimetrdir. Bura yazıram vedrə. Biz bildik ki, vedrənin həcmi bu qədərdir. Məndən qabın həcmini də tapmaq tələb olunur, amma qabın həcmini bilmirəm. Deməli, x kub santimetrdə olsun qab. Bunu yazdıq bura. İndi 2də 1 hissəsi su ilə dolu olan qaba. Qabın çəkisi x idi. Həcmi. 2də 1 hissəsi dolu olanda bu olacaq 2də 1 x. Tili 6 cm kub formalı vedrə ilə, deməli, yəni bunu özü verib ki, yəni 6 cm, sən özün həcmini tap. 216 kub santimetrlik vedrə ilə 3 dəfə su tökürlər. Onu da 3'ü vuracaqsan 216'ya. Birbaşa da yaza bilərik. Üstəgələk, yəni bu qədər də olur. Və su töküldükdən sonra vedrənin qabın 0,7 hissəsi də olur. Qabımız x idi, 0,7 hissəsi yazıram, onda 7x. Bu tənliyi həll edəcək. 3 vur 216'nı da sonra yazaraq bir yerdə. Tamam, nə elədik? Bax, bir də təkrar edirəm. Qabın həcmini x götürdüm. 2də 1 hissəsi 2də 1x. 6 cm kubdursa bu 216 kub eləyir. 3 dəfə su tökəndə 3 vurulsun 216 bərabərdir 10'da 7x. İndi buradan yaza bilərik 2də 1x üstə gələk 3'ü 216'ya vuranda eləyir. Nə qədər? 648 bərabərdir 10'da 7x. Daha rahat olması üçün mən bunu 2də 1x'i bu bir tərəfə keçirdə bilərəm. Amma daha rahat. Hər tərəfini 10'a vuraram ki, kəsirdən azad olun. Birincinin hər tərəfini 10'a böləndə, vuranda 12'yə bölüb sürətə vuracaq. Beləyəcək 5x. Üstə gələk 6480 bərabərdir buna vuranda eləyəcək 7x. Buradan 2x bərabərdir 6480. X də bərabər 6482'yə böləndə 3240. Bu 3240 qabın həcmidir. Biz də x-i tapmışdıq. Bizdən isə soruşur ki, vedrənin həcmi qabın həcmindən nə qədər azdır? O zaman qabın həcmindən 3240'dan çıxacam 216'nı. Bu da bərabər eləyəcək, dəyərli müəllimlər. Buradan çıxanda 3024 kub santimetr. Belə bir cavab harda var? Belə bir cavab var C variantında. Həcm vahidlərlə bağlı olan fəza fiqurları, həcm vahidləri maraqlı bir sual idi. İkinci sualımız vacib bölmələrdən olan kater məsələsidir. Durğun sudakı sürəti 23 km/saat olan kater. Bu o deməkdir ki, durğun sudakı sürət katerin öz sürətidir. Yazıram, kater bərabərdir 23 km/saat. Çayın axını ilə 3 saat, göldə 2 saat hərəkət edir. Çayın sürəti də burada mənə konkret olaraq verilib. Əslində, katerin rahat tiplərindəndir və qəbul tipli suallardır. Qəbul suallardır son illərin 2025-i. Çayın sürəti 4 km/saat. Əla. Sürətlər hazırdır. İndi bizə nə deyir? Axın ilə 3 saat. Axın ilə hər zaman sürətlər toplanır. Yəni, kater çayın axını ilə gedir, dəyərli müəllimlər. Bunu vizual olaraq göstərsək, bu çayımızdır. Bu da bunun üzərində hərəkət edən katerdə, bax bu istiqamət. O zaman 3 vurulsun 23 üstəgələk 4. Göldə 2 saat. Göl isə, dəyərli müəllimlər, axarsız sudur. Göldə suyun hərəkəti və istiqaməti olmur. Göldə kater və ya qayıq ancaq öz sürəti hesabına hərəkət edir. O zaman göldəki sürət katerin sürətidir. 2 vurulsun 23. Bu da bərabər 27'nin 3'ə vuranda 81, 2'nin 21'ə vuranda 23'ə vuranda 46, toplayanda elədi 127 kilometr. Doğru cavab A variantı. Üçüncü sualımız.
Bu da son artırılan mövzularımızdan olan faiz məsələsidir. Şagird 240 səhifəli kitabın birinci gün 15%-ni oxudu. Birinci günü hesablayaq. 240-ın 15% ədədin faizinin tapılmasıdır. Bölünsün 100. Bərabərdir. 15 5-ə 3, 100 5-ə 20, 20 20-yə 1, 240 20-yə 12 dəfə. 12 dəfə 3 36. Birinci gün ədədin faizini tapmaq qaydasını tətbiq eləyib oxunan səhifə sayını tapdıq. 36 səhifə. İkinci gün nə qədər olacaq? Şərtdə deyir, hər növbəti gün əvvəlki gündən 3 səhifə çox. Onu da ikinci gün 36 üstəgəl 3 bərabərdir 39. Üçüncü gün 39 üstəgəl 3 bərabərdir 42. Dördüncü gün 42 üstəgəl 3 bərabərdir 45. Beşinci gün 45 üstəgəl 3 bərabərdir 48. Bunlar 5 gündə oxunanlardır. İndi bizə deyir, neçə səhifəsi oxunmamış qalır. Biz oxunanları toplayarıq. 36 üstəgəl 39 üstəgəl 42 üstəgəl 45 üstəgəl 48. Bunlar eləyəcək dəyərli müəllimlər. Nə qədər? 210. 210 oxunmuş. Oxunmamış nə qədər olacaq? 240 səhifədən çıxacam oxunmuşları. 210 bərabərdir 30 oxunmamış. Və çalışıram dəyərli müəllimlər, birbaşa yazmıram. İndi kimisə izaha baxan hamının bazası eyni olmur. Yox, mən hər şeyi bilirəm deyirsənsə, sənin o həqiqətən də o təvəzzükarlıqdan uzaqlıq yaxşı bir şey deyil. Amma əgər elə bir düşünürsənsə, mən sənə şiddətlə tövsiyə edirəm ki, model sınaqlar layihəmiz var. Gir ora, MİQ 2025 model sınaqlar, MİQ 2026 model sınaqlar. Orada həqiqətən deyəcəksən ki, yox, mən çox şey bilmirəm. Ona görə hər dəqiqə imtahana gedənə qədər, inşallah müəllim adını qazanandan sonra da daima öz üzərinizdə çalışın. Bu bir mənalı olaraq qayda olmalıdır ki, müəllim daima öz üzərində çalışmalıdır. Bir insan hər şeyi bilirəm dediyi zaman bitir. Doğru cavab burada dedik B-dir. Dördüncü sualımız. Ata qızından 2 dəfə böyükdür. Ata qızın yaşını bilmirəm. X ata yaşı olacaq 2x. 4 ildən sonra, sadə tənlik qurmaqla həll olunan yaş məsələsidir. 4 ildən sonra ata da 4 yaş artacaq. 2x üstəgələk 4. Qız da 4 yaş artacaq. X üstəgəl 4. Və bunların yaşları cəmi 89 olacaq. Onda atanın yaşı 2x üstəgəl 4. Üstəgələk qızın yaşı bərabərdir 89-a. 3x bərabərdir 81 elədi. X də bərabər 27. X 27 tapdıq. 6 il əvvəl atanın neçə yaşı var idi soruşur. Mən atanın indiki yaşını tapıb sonra 6 il əvvələ gedə bilərəm. Atanın indiki yaşı da buradır 2x. 2 dəfə çox dediyinə görə. 2 vurulsun 27 bərabərdir elədi 54. 6 il əvvəl dediyinə görə bir insan 6 il əvvəlki yaşı yaşından 6 çıxırıq da elədi 48. Doğru cavab D variantı. Sonra 5-ci sualımız bərabərsizliyi ilə bağlıdır və bir növdə onluq kəsrlərin müqayisəsini burada bilməliyik. X böyükdür 32,47-dən kiçikdir 33-dən. İndi bu araya hansı ədəd düşür? Deyir bərabər x hansı ola bilər? X burada 32,4 ola bilməz. Çünki 32,4 ilə 33,47-yi müqayisə eləsək, bura bir 0 artırsaq, bax məsələn 32,40-ı bununla müqayisə eləsək, onluq kəsrlərdə tam hissəyə baxılır, tam hissə bərabərdir. Vergüldən sonraki onda birlər mərtəbəsi eynidir. Burada 7 sıfırdan böyük olduğundan deməli bu böyükdür. 32,4 bu tərəfdə qalır. Deməli bu daxil deyil. 32,9 təbii ki bundan kiçikdir, daxil deyil. 32,37, 32,47-dən kiçikdir, daxil deyil. D də kiçikdir, daxil deyil. Həqiqətən də 32,6 32,47-dən böyük, 33-dən kiçikdir. Çünki tam hissə bərabərdir. Vergüldən sonraki rəqəm 4-dür, burada 6-dır. Bu böyük olduğuna deməli 32,6 da 32,47-dən böyük olur. Və bu məntiqə əsasən cavabımız olur Y variantı. 6-cı sualımız. 6-cı sualda bunu mən 5 ədədin ədədi ortası 28-dir. 5 ədədin cəmini taparam ədədi orta qaydasından əsasən. Sonra tənlik quraram. X üstəgəl 5, x üstəgəl 10, 15 və s. Problem yoxdur. Yazarsan cavabı da düzgün alacaqsan. Amma mən sənə daha rahat bir yöntəm deyirəm. 5 ədəddir. 1, 2, 3, 4, 5. Eyni fərqlə artan ədədlər. Eyni fərq nə deməkdir? Müəyyən qayda qanununa uyğun olan ədədlər. Məsələn 5 artan ədədlər, 2 artan ədədlər. Burada da 5 artan ədəd deyil, hər ədəd əvvəlkinin. Ortadakı ədəd elə bunların ədəd ortasıdır. İndi 5 gələcəksən 33, 5 gələcəksən 38, 5 çıxacaqsan 23,
5 çıxacaqsa 18. Bizim ədədlərimiz bunlardır. Eyni fərqlə artan ədədlərin cəmini ədəd ortası onların ortadakı ədədidir. Həqiqətən də burada ortada görsən ikisi bu tərəfdə, ikisi bu tərəfdə. Bizim ən böyük ədədimiz 38-dir. 38-in də yarısı eləyəcək 19. Doğru cavab Y. Müəllim, mən yazdım, belə deyək, X ilə. Az öncə təkrar elədim, heç bir problem yoxdur. Yaza bilərsən. Növbəti 2025-in qəbul suallarındandır. O imtahanda iştirak edən müəllimlər bunu onsuz da xatırlayacaq. O mərkəzli çevrənin diametri K mərkəzli çevrənin diametrindən 12 cm kiçikdir. O mərkəzli çevrənin radiusu 6,5-dir. Buradan bura qədər 610,5-dir. 6,5 daha doğrusu. Amma mənə o mərkəzli çevrənin diametri lazımdır ki, müqayisə edeyim. Diametri də nəyə bərabərdir? 2 dənə radiusu. Onda o mərkəzli çevrənin diametrini tapmaq üçün 2-ni vuraram 6,5-ə. 2 də 5, 10, 0 yaza 1 yadda 6, 12, 1 də yadda 13. Deməli, onda o mərkəzli çevrənin buradan bura qədər diametri 13-dür. Bunu tapdıq. Yaxşı. İndi çevrənin diametrindən 12 cm kiçikdir. K-nın onda diametri nə qədər olacaq? Sual verirəm sənə. 13 nədən 12 cm kiçikdir? 13-ün üzərinə 12-ni gələcəksən, eləyəcək 25 cm. Onda belə çıxır ki, K mərkəzli çevrənin diametri 25-dir. Burada 25-dir. İndi artıq mənim üçün hər şey hazırdır. Mənə deyir ki, K mərkəzli çevrənin diametri, yəni bu 25 cm, OK məsafəsindən nə qədər çoxdur? Əla. İndi OK məsafəsi hansıdır? OK məsafəsi buradan bura qədərdir. Buradan bura qədər onsuz da mənə şərtdə verib. 6,5. Radius deməkdir. 2 dənə bu çevrələr, mərkəzlər, bitişən çevrələrin mərkəzlər arasındakı məsafə onların radiuslar arasındakı məsafədir. Mərkəzlər arasındakı məsafədir, yəni 2 dənə radius. İndi bəs buradakı bu K mərkəzli çevrənin radiusu nə qədərdir? Mən K mərkəzli çevrənin diametrinin 25 olduğunu bilirəm. Onda burada olacaq 12,5. Hardan tapdıq? 25-i böldük 2-yə bərabər 12,5. Əla. Onda OK nəyə bərabərdir? OK bərabərdir 6,5 üstə gələk 12,5 elədi 19 cm. İndi 25-dən də 19-u çıxırıq. Nə qədər çox olduğunu tapmaq üçün 6 cm. Maraqlı sualdır. Yəni belə deyək, sadə olsa da biraz elementlər çoxdur. Diametri tapmaq, sonra təzədən düstur yerinə yazmaq və s. və ilə. 8-ci sualımız saat məsələlərindən bağlıdır. Yəni saatla bağlı çevirmələr. Bakı-Quba qatarı 16:45-də yola çıxır. Bakı-Quba qatarı 16:45-də yola çıxır. Ayxanın evindən qatar stansiyasına qədər yolu 1 saat 15 dəqiqə getmək olar. Ayxan qatar yola çıxmasının 2,4-də 1 saat, yəni 2,4-də 1 saat əvvəl stansiyaya çatmaq üçün. Yəni 16:45-də stansiyadan qatar yola düşür. Ayxan da bizə deyir ki, Ayxan elə bil evindən stansiyaya getməlidir. Amma nə qədər? Bu 16:45-dən 2,4-də 1 saat əvvəl. 2,4-də 1 saatı biz yaza bilərik 2 saat 15 dəqiqə. 2 saat 15 dəqiqə. Hardan aldıq? 4-də 1 saat 60-ın 4-dən biri 15 dəqiqə eləyir. Deməli, mən 16:45-dən çıxıram 2:15-i. Əvvəlcə görək. 2 saat 15 dəqiqə əvvəl stansiyaya çatmaq üçün stansiya neçədə çatmalıdır? 16:45-dən 2:15-ə çıxanda qalır 15, 45-dən 15-ə çıxanda qalır 30, 14, 30. Bu nədir? Stansiyada olma vaxtı. Stansiyada yazıram olmalıdır. Əla. Dəyərli müəllimlər, yolumuz da var axı. Bəs biz evdən qatar stansiyasına qədər nə qədər yolumuz var? 1 saat 15 dəqiqə. Deməli, bu 14:30-da stansiyada olması üçün evdən 1 saat 15 dəqiqədən yolunu da hesablayaq. 14:30-dan 1:15-ə çıxanda, 14-dən 1-i çıxanda qalır 13:15. Deməli, evdən 13:15-də çıxmalıdır ki, stansiyada 14:30 eləsin. 14:30-da olsun. 14:30-da da stansiyada olmaq 2,4-də 1 saat əvvəl stansiyaya çatmaq deməkdir. Doğru cavab A variantı. Gəldik 9-cu sualımıza. 9-cu sualımız ifadəsində əməllərin ardıcıllığını müəyyən edin. Biz bilirik ki, əvvəlcə mötərizə həll olunur. Mötərizədə həll eləyəcəyik. Bölmə, birinci yazıram bölmə, ikinci yazıram vurma,
Üçüncü toplama. Dördüncü bu 1467'dən bu mötərizəni çıxacağıq. Çıxma. Sonra 5-ci yenə bu 611-in üzərinə gələcək. Yenə toplama. Bütün ardıcıllıqla yazdım. Bölmə, bölmə, vurma, toplama, çıxma. Bölmə, vurma, toplama, çıxma, toplama. Doğru cavab elədi. Hansı variant müəllimlər? C variantı. Sadəcə diqqətli olmaq lazımdır. Hesab əməllərinin ardıcıllığını bilmək şərtdir. Gəldik 3 bucaqla bağlı MİQ 2025-in qəbul sualıdır. 3 bucaqdır. Hər hansı ixtiyari bir 3 bucaqdır. Bu ixtiyari 3 bucağın bir bucağı, tutaq ki bu bucağı düz bucağın 2də 1 hissəsidir. Düz bucağın 90 dərəcə olduğunu bilirik. Bir də bax bir şey nəzərinizə çatdırım. Bu suallar, mən qızıl qaydalar layihəmiz var. Elə bir neçə gün bundan qabaq paylaşmışam. Orada paylaşmışam bax bu eyni bu sualı. Yəni hər hansı imtahana gedəndə və s. və ilə mütləq kanala göz gəzdirin. Kanalımızda ən faydalı izahlar sizlər üçün paylaşılır. Düz bucağın 2də 1 hissəsi, 92-də 1 hissəsi bərabər elədi 45 dərəcə. Deməli bura 45 dərəcədir. Digər bucaq olsun bu bucaq. Açıq bucağın 6da 1 hissəsidir. Açıq bucaq 180 dərəcədir və bunun 6da 1-i 186-ya bölüb 1-ə vuranda elədi 30 dərəcə. Onda bunun digər bucağı da 30 dərəcədir. İndi 3 bucağın digər bucağını və növünü müəyyənləşdirin. Bilirik ki, 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 180 dərəcədən digər 2 bucağı çıxsa 30 üstə gələk 45. 75 eləyir. 180-dən də 75-ə çıxanda qalır 105 dərəcə. İndi burada 105 yaza bilərik, amma şəkil vizual olaraq düzgün deyil. Deməli bizim 3 bucağımız kör bucaqlı 3 bucaqlı 105 dərəcə bir kör bucaq. Belə bir 3 bucaqmış. 105 dərəcə, 45 dərəcə, məsələn burada 30 dərəcə. Bütün bucaqlar bir-birindən fərqlidir. Bucaqlar bir-birindən fərqlidirsə, deməli tərəflər də bir-birindən fərqlidir, müəllimlər. O zaman bizim aldığımız cavab 105 dərəcə və müxtəlif tərəfli. 105 dərəcə müxtəlif tərəfli. Belə bir cavabımız harada var? 105 müxtəlif tərəfli D variantında. Əla. Gəldik müəllimlər. D. 11-ci sualımız. Həcmi 125 kub santimetr olan kubun səthinin sahəsi. Fəza fiqurla bağlı tam ətraflı sizə kömək eləyir ki, bütün hissələri analiz edəcəksiniz. Həcm 125-dir. Belə bir kubdur. Bunun həcmi 125-dirsə, nəyin kubu 125 edir? Deməli, bunun tili bərabərdir 5. Deməli, bunun tili 5-dir. Əla. Və deyir ki, səthinin sahəsi. Səthin sahəsi tam səthin sahəsi deməkdir. Dəyərli müəllimlər, kubun tam səthinin sahəsi 6a kvadratıdır. Bu hardan alınır? Çünki kub 6 dənə kvadratın birləşməsindən əmələ gəlir. Bir üzüdə kvadrat olduğuna kvadratın sayısı a kvadratıdırsa 6 dənə kvadrat 6a kvadrat edir. Və bu da bərabər 6a kvadratı 6 vurulsun. Onun qiyməti 5, 25 eləyəcək 5-in kvadratı. 6-nı 25-ə vuranda 150 kvadrat santimetr. Bu kubun səthinin sahəsidir. İndi baxırıq kuboid. Kuboid dediyimiz düzbucaqlı paralelipipeddir. Bunun digər adı düzbucaqlı paralelipipeddir. Ola bilər şəkilləri biraz mən səliqəli çəkməyəm. Aha. İndi deyir ki, eni bu kubun tilinə bərabər. Eni olsun 5. Çünki kubun tili 5-dir. Hündürlüyü 10 cm. 10. Uzunluğu isə hündürlüyünün 60%-nə, onun 60%-i nəyə bərabərdir dəyərli müəllimlər? Sıfırlar gedir 6. Burada 6-dır. Artıq mənim də bütün ölçülərim məlumdur. Kuboidin səthinin sahəsinə nə qədər azdır? Kuboidin səthinin sahə düsturu hansıdır? S bərabərdir. 2 vurulsun AB, üstə gələk AC, üstə gələk BC. Bununla bağlı belə deyək, mövzu izahımız var kanalda. Mütləq ona baxın dəyərli müəllimlər. Düzbucaqlı paralelipiped sual müəllim yazın. Tam ətraflı sizin üçün aydın olacaq. Bunlar biz şərti olaraq A-nı 6 adlandıraq, B-ni 5 adlandıraq, C-ni 10. Fərqi yoxdur. Hansını adlandırsan, usta vurub toplayacaqsan, gəlib eyni şey alınacaq. 2 vurulsun, 6 dəfə 5, 30. AC, 6 dəfə 10, 60. BC, 6 dəfə 5 dəfə 10, 50. Bu da bərabərdir. 30 ilə 60 elədi 90, 140, 140-ı da 2-yə vuranda elədi 280 kvadrat santimetr. Deməli, bizim kuboidimizin sahəsi 280 kvadrat santimetrdir. Kubun sahəsi 150-dir. Nə qədər bundan azdır? 280-dən çıxıram 150-ni 130.
kvadrat santimetr. Doğru cavab A variantı. Gəldik sürət məsələsinə. 12-ci sualımız. Aralarındakı məsafə 243 km olan velosipedçi və motosikletçi qarşı-qarşıya yola düşüb. Bu buradandır, bu da buradandır. Bura velosiped yazıram, bura motosiklet yazıram. Məsafə 243 kilometrdir. 2 saatdan sonra onlar arasındakı məsafə 63 kilometr idi. Bu nə deməkdir? Deməli, velosiped buradan gəlir, motosiklet buradan gəlir. Bax, burada 63 kilometr məsafə qalır. Yəni, bu 63 gedilməyəndir də. Belə orada desək, bura benzin sərf olunmur. Gedilən nə qədərdir? 243-dən çıxıram 63-ü, qalır 180 kilometr. Və deməli, bir yerdə ikisinin qət elədiyi məsafə 180 kilometrdir. Bu hansı zaman kəsiyində gedilib? 2 saat ərzində 180-i bölürəm 2-yə bərabər eləyir 90 kilometr bölünsün saat. Bəs yaxşı dəyərli müəllimlər, qarşı-qarşıya hərəkət zamanı nə olur? Sürətlər toplanır. Burada da yazıb ki, velosiped sürəti motosikletin sürətindən 2 dəfə azdır. Onda velosipedin sürəti x-dir, motosikletin sürəti 2x-dir. Toplayıb 90-a bərabər eləyəcəksən. X üstə gələk 2x bərabər 90. Niyə toplayırıq? Qarşı-qarşıya hərəkət zamanı sürətlər toplanır. 3x bərabərdir 90, x bərabər 30. Onda x-in qiyməti 30-dur, 2x 60-dır. Deməli, hər birinin sürəti nə qədərdir? 30 və 60. Belə bir cavablar da var B variantında. 13-cü sualımız çevirmələrlə bağlıdır, dəyərli müəllimlər. Yazılıb 25-də 6 kilometr bərabər 240 metr. Baxaq, 1 kilometrimiz bərabərdir 1000 metr. İndi 25-də 6 kilometr, 25-də 6-nı 1000-ə vuraram. 1000-i 25-ə böləndə eləyir 40. 40-ı da 6-ya vuranda 240 metr. Deməli, bu doğrudur. İkincidə 20-də 1 ton bərabər 5 kilogram. 1 tonumuz bərabərdir 1000 kilogram. Burada da 20-də 1 tondur. Deməli, 20-də 1-i 1000-ə vuracaqsan. 1000-i 20-yə böləndə eləyir nə qədər? 1000-i 20-yə böləndə bu 0, bu 0, 100-ü də 2-yə böləndə 50 kilogram. Amma bura 5 kilogram yazılır, baxın. Deməli, bu da səhvdir. Bu səhvdir. 2 uyğunsuzdur. 3-ə baxırıq. 2,5 saatımız bərabərdir 150 dəqiqə. 1 saatımız 60 dəqiqədir. 2,5 saatı dəqiqəyə çevirmək üçün 60-a vurarıq. Bu vergüllə bu 0 gedər. 25-i də 6-ya vuranda 150 dəqiqə. Bu doğrudur. 4-ə baxırıq. 1 desimetrimiz, dəyərli müəllimlər, 10 santimetrdir. 80 desimetrimizdə 80-i 10-a vuranda 800. Amma bura 8000 yazılıb. Deməli, bu da səhvdir, uyğunsuzdur. 5-ci, saniyədən dəqiqəyə keçirik. 60 saniyəmiz 1 dəqiqədir. Saniyədən dəqiqəyə keçəndə 60-a böləcəksən. 86.400-ü böləcəksən 60-a, sıfırlar gedər. Qalar 1440 dəqiqə. Bu doğrudur. Sonra 1 kiloqramımız 1000 qramdır. 0,21 kiloqramdan qrama keçmək üçün 0,21-i 1000-ə vurarıq. 2 vergüllə bu 2 dənə 0 gedər. 21-i də ona vuranda 210 qram. Amma buraya 21 yazılıb. Deməli, bu da uyğunsuzdur. Uyğunsuz olan, yəni səhv olan 2-dir, 4-dür, 6-dır. 2, 4, 6. Cavab eləyir, dəyərli müəllimlər, D variantında. Sonra 14-cü sualımız kater məsələsidir təkrar. Motorlu qayığın durğun sudakı sürəti 18 km bölünsün saatdır. Bu o deməkdir ki, qayığın öz sürəti 18 km bölünsün saatdır. Qayıq çayın axını ilə 4 saatda 84 km yol gedir. Neyniyəcəyik? Məsafəni zamana bölürük, sürət alırıq. 84-ü 4-ə böldük, 21 km bölünsün saat. İndi sual verirəm ki, 21 km saat nədir? Qayığın çayın axını ilə olan sürət. Axını ilə də toplanır. Yəni, qayıq üstə gələk. Çay bərabər 21. Az öncə qayığın sürəti də mənə şərtin özü verib 18. Yerinə yazaram. Qayıq 18 üstə gələk. Çay bərabər 21. Çay da bərabər 21-dən 18-ə çıxanda 3 km bölünsün saata. Doğru cavab Y variantı. 15-ci sualımız. 15-ci sualımız mühakimə ilə bağlıdır. 4 müxtəlif 2 rəqəmli natural ədədin cəmi 311-dir. Bu ədədlərdən ən kiçiyi ən az neçə olar? 1-ci ədəd, 2-ci ədəd, 3-cü ədəd, 4-cü ədəd cəm bərabərdir 311-ə. Ən kiçiyi ən az deyirsə, mən bunu bilmirəm.
Ən kiçiyi ən az, ən böyüyü ən çox deyəndə bunu hər zaman x qəbul eləyəcəm, dəyərli müəllimlər. 2 rəqəmi, onda bunu ən az deyirəmsə, digərlərini ən böyük götürmək məcburiyyətindəyim. Ən böyük rəqəmlə dediyimiz 99'dur. Müxtəlif dediyinə görə digərini 98, digərini də 97 götürəcəm. Buradan toplasaq 294 üstəgələ x bərabərdir 311. X də bərabər 17 almış oluruq. Doğru cavab elədir. C variantı. 16-cı sualımız. 16-cı sualımız deməli müəllimlər. 2 ədədin fərqi verilib 112-yə bərabərdir. Bu bizə məsələ həllərində, tənlik qurmaqla bağlı digər nümunələrdə lazım olur. Fərq verilibsə, deməli onda ədədin biri o birindən fərq qədər böyükdür. Onda bizim böyük ədədimiz x üstəgəl 112'dir. Kiçik ədədimiz bərabərdir x. X üstəgəl 112'dən x-ə çıxanda 112 qalır. Məsələn, 2 ədədin fərqi 2-dirsə, bunun biri 9, biri 7 ola bilərmi? Həqiqətən də görsən, fərq nə deməkdir? Birinin digərinin böyük olduğunu. İndi, bunu 2 dəyişənlə də yazmaq olar və s. və ilə axır. Mən sizə uyğun ola biləcək ən rahat üsulu deyirəm. Böyük ədədi, yəni x üstəgələ 112'ni kiçik ədədə x-ə bölsək, natamam qismətdir. 4, qalıqda 7 alır. Bu da qalıqlı bölmənin qaydasıdır. Buranı almaq üçün, yəni bölünəni almaq üçün, x üstəgələ 112'ni almaq üçün bölənin atamam qismətə vururuq. Üzərinə qalığımızı əlavə edirik. Bu x bu keçir bu bir tərəfə 3x bərabərdir. 112'dən 7'ni çıxanda qalır 105. X-ə bərabər 35. X bizim kiçik ədədimizdir. Bizdən isə böyük ədədi soruşur. Böyük ədədimiz x üstəgəl 112'dir. Yəni 112'nin üzərinə də 35'i gələndə 7, 147. Doğru cavab A variantı. 17-ci sualımız məşhur xalça məsələsi. Uzunluğu 9 metr, eni 6 metr olan otağın mərkəzində hər tərəfdən 1 metr məsafə olmaqla xalça sərilib. Bax, belə bir şey deyək də buna. Yuxarıdan 1 metr, aşağıdan 1 metr. Buradan 1, buradan 1 olanda 1, 1, 2, 6'dan 2 çıxırıq 4. İndi xalçanın uzunluğuna baxırıq. Buradan 1 metr, buradan 1 metr, 1, 1, 2 eləyir, 9'dan 2 çıxanda 7. Yəni xalça hər tərəfdən, sağdan, soldan, yuxarıdan, aşağıdan 1 metr, 1 metr. Yəni 2 qatı qədər kəsir. Xalçanın onda elə bil o daxildəki ölçüləri belə oldu da 7, 4. Xalçanın sahəsi də, xalçamız da düzbucaqlı formasında olduğundan 7 vurulsun 4 bərabərdir 28 kvadrat metr. Belə bir cavab harda var? Belə bir cavab var Y variantında. 18-ci sualımız qalıqlı bölmə və maraqlıdır ki, son imtahanların elə sertifikasiya miqdarı daha çox qalıqlı bölmə bax bu tipi düşür. Ən böyük qiymətən kiçik qiyməti. Deməli, müəllimlər, A bölünsün B çubuqlu bölməni göstərəm. Natamam qisməti 7 qalıq 13. Bizə deyir ki, A-nın ən kiçik qiyməti. A-nın ən kiçik qiymətini tapmaq üçün biz bir qayda bilirik ki, qalıq hər zaman böləndən kiçik olmalıdır. İndi bizim burada bölənimiz, yəni B-miz 14, 13'dən böyük istənilən ədəd ola bilər. 14'dən üzü sonsuzluğa doğru, yəni daha böyük. Amma ən kiçik dediyinə görə mən B-ni ən kiçik. B-nin ən kiçik qiyməti ancaq 14 ola bilər. Çünki 13'dən böyük ən kiçik ədəd 14'dür. A-nı tapmaq üçün 14'ü vuracaqsan 7'yə, üzərinə gələcəksən 13'ü. Bunu da həll eləsək cavab eləyər 41. Hələ də 41 yox. 14, 7 və 4, 28, 98, 3, 111. Düz hesabladıq. 111. Doğru cavab D variantı. 19-cu sualımız ehtimalla bağlıdır. 1-dən 30'a qədər verilmiş ədədlər sırasından təsadüfi seçilmiş ədədin 7'yə bölünməsi hadisəsinin ehtimalını tapın. Hadisənin ehtimalı necə tapılır, dəyərli müəllimlər? Ehtimal bərabərdir əlverişli hal bölünsün bütün hal. İndi 7'yə bölünməsi dediyinə görə biz 1-dən 30'a qədər 7'yə bölünən ədədlər yazaq. 7, 14, 7, 7 artacaq da təbii ki. 21 və 28. 30'a qədər deyir. Deməli bizim əlverişli hallarımız 4'dür. Bütün hallarımız isə dəyərli müəllimlər 30 dənə ədəd veribsə elə 30'unda yazacaqsın. 30'da 4. İndi bunu da təbii ki ixtisar eləyə bilərik. 2'yə ixtisar eləsək 15'də 2.
Müəllim 15-də 2 ilə 30-da 4 eyni zamanda ola bilərmi? Təbii ki, xeyr ola bilməz. Cavablardan biri olmalıdır. Bəzən ixtisar olunmadan da verilə bilər. Gəldi 20-ci sualımıza. Səthinin sahəsi 486 kvadrat santimetr olan kubun bir üzünün perimetrini tapın. Yenə də bax, bu kubu çəkirəm burada. Kubun 6 dənə üzü var, dəyərli müəllimlər. Və bu hər bir üzü bir kvadratdır. Yəni, bax, bu bir dənə elə 6 dənə bunun birləşməsidir. Bu da tili adısı, deməli, kvadratın sahəsini bilirik ki, A kvadratıdır. Səthinin sahəsi deyəndə 6 dənə A-nın kvadratı olacaq. Və 486 eləyəcək. A kvadratı bərabərdir 486-nı 6-ya böləndə 81 eləyir. Nəyin kvadratı 81 eləyir? A da bərabərdir 9-a. Yəni, A-nın yerinə 9 yazanda 9 və 9 81. Deməli, bunun bir tərəfi 9-dur. Məndən də bir üzünün perimetri soruşur. Perimetrdə 4 A-ya bərabərdir. 4 vurulsun 9 bərabər 36 santimetrə. Belə bir cavab harada var? Belə bir cavab var. Y variantında. Bu qədər dəyərli müəllimlər. Yəni, siz təbii ki, müqayisə sertifikası hazırlaşan müəllimlər bizim kanalımızda dərslərimiz öz yerində. Amma məsələn, hər hansı bir liseyə imtahan verən müəllimlər də bizim bu kanalımızı çox yox, cəmi 1-15 gün izləsəydi, gedib yenə də ən yüksək nəticəni əldə edərdi. Hər birinizə uğurlar arzulayıram. Bu arada sertifikasiya hazırlaşan 2027-ci ildə sertifikasiya imtahanı hazırlaşan müəllimlər üçün yay qrupumuza qeydiyyat davam edir. Yay müəllimlərin boş vaxtı var deyə onlar üçün bir fürsətdir. Buyurun, əlavə də nəsə sualınız olsa nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.